Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Salamlayıram hər birinizi dəyərli izləyicilər Ramazan ayının 27-ci günündə. Bugün həm də tarixdə çox önəmli bir gündür. İmam Xomeyninin təşəbbüsü ilə 1982-ci ildə Beynəlxalq Qüds günü olaraq təyin edilib. Və dünyada bugün bütün müsəlmanlar Beynəlxalq Qüds günü olaraq hansı işi görürlər? Beynəlxalq Qüds günü Ramazan ayının son cümə gününə təsadüf edir. Və bu gündə dünya müsəlmanları zülmə məruz qalmış və torpaqları işğal altında olan Fələstin xalqına dəstək olaraq müxtəlif yürüyüşlər edib, müxtəlif formalarda etirazlarını bildirirlər. Yəni, bütün dünya müsəlmanları Ramazan ayının son cümə günündə məhz Fələstinə dəstək aksiyaları keçirir və öz bacardıqları həddə dünyada zülmə və işğalçılara etirazlarını bildirirlər. Və inşallah ki, biz də bacardığımız həddə Fələstin xalqına dəstək olaq və zülmə öz etirazımızı bildirək. Nəinki bir tək Fələstində, dünyada baş verən bütün zülmlərlə mübarizə hər bir müsəlmanın vəzifəsidir. Gələk bugünkü ayəmizə. Bugünkü ayəmiz də məhz Ramazan ayının 27-ci gününə təsadüf edir deyə artıq bildiyiniz kimi Quran-ı Kərimin 27-ci cüzündən olan gözəl bir ayədir. Bu ayədə məhz elə bu günə uyğun olan bir neçə nöqtələri çatdırır ki, bu ədalətsizliyə, zülmə qarşı olmaq barədə bir çox nöqtələri çatdırır. Bu ayə Hədid surəsi 25-ci ayədədir. Yəni, Hədid surəsində yerləşir və Hədid surəsinin 25-ci ayəsidir. Bildiyiniz kimi, Hədid surəsi adından da məlum olduğu kimi, ərəbcədən tərcümə etdiyimizdə dəmir mənasındadır. Hədid sözü dəmir mənasındadır və bu ayədə baxaq görək Allah Taala bizə hansı nöqtələri çatdırır ki, biz Ramazan ayında inşallah ki, müvəffəq olaq ki, bu ayəyə əməl edək. Bismillahirrahmanirrahim. Laqad arsalna rusulana bil bayyinati və anzalna ma'humul kitaba wal mizana liyaquman nasu bil qist və anzalnal hadid. Ayədə vurğulandığı kimi tərcüməyə diqqət yetirsək, ədalətdən bəhs olunur. Bu ayədə Allah Taala buyurur ki, şübhəsiz biz öz peyğəmbərimizi aydın dəlillərlə, məntiq və möcüzə ilə göndərdik. Və onlarla birlikdə insanların dünya həyatında ədalət və insafa riayət etməkləri üçün səmavi kitab, yəni məsələ Quran-ı Kərimi nəzərdə tutur, səmavi kitab və ölçü vasitəsi nazil etdik və dəmiri nazil etdik. Ayədə peyğəmbərlərə işarə olunur. Baxın, 124 min peyğəmbər Allah tərəfindən göndərilib. Bu 124 min peyğəmbəri Allah Taala göndərib ki, hansısa şeyləri bizə çatdırsın, hansısa risaləti, hansısa bir nöqtələri bizə çatdırsın. Nədən ibarət idi bu nöqtələr? Nə üçün göndərmişdi Allah Taala 124 min peyğəmbəri? Nə ehtiyac duymuşdu? 124 min peyğəmbəri Allah Taala bizə göndərmişdi ki, insan məhz onları nümunə, örnək və ülgü olaraq götürsün və onların rəftarlarına, onların buyurduqlarına əsasən ədalətə adət etsin. Yəni, ədalətli davranışa, özünü düzəltməyə, nəfsi tərbiyəyə diqqət yetirsin və cəmiyyətdə sözsüz ki, özünü tərbiyə etmiş və yetişmiş insanlar ədalətə riayət edə bilərlər. Və hətta bu peyğəmbərlər olmasa da belə bir gün dünyadan getdikləri zaman belə insan özünü o qədər formalaşdırsın ki, artıq cəmiyyətdə ədaləti bərqərar etsin. Ayənin digər qismində məhz açıq-aşkar birincidə peyğəmbərləri göndərdiyinə işarə edir, birinci qismində. Digər qismində bu nöqtə vurğulanır ki, onlarla birlikdə dünya həyatında məhz ədalət və insafla insanlar davransın deyə səmavi kitabı, yəni məhz bu Quran-ı Kərimi göndərir və digər səmavi kitabları da təhrifi nəzərdə tutmasaq, yəni təhrif olmasını nəzərdə tutmasaq,
Həqiqəti bu idi ki, Allah Taala səmavi kitabları məhz insanların hidayəti üçün, ədalətə riayət etməsi üçün, insafa riayət etməsi üçün göndərmişdi ki, bir ölçü vahidi kimi əlimizdə Allahın ayələrindən istifadə edək, Allahın qoyduğu qanunlardan istifadə edib bəhrələnə bilək. Və ayənin sonunda, yəni digər qismində görürük ki, Allah Taala deyir ki, və dəmiri nazil etdik. Nəyə görə məhz dəmirdən gedir söhbət? Nəyə görə dəmirə işarə edir Allah Taala burada? Və hətta ayənin mən bir qismini götürmüşəm. Çox uzun bir ayədir və ayənin davamında da deyir ki, dəmir sizin üçün hər tərəfli faydalıdır. Yəni döyüş zamanında istifadə etmək üçün və digər işləriniz üçün yararlı bir maddədir ki, mən onu sizə göndərdim. Bildiyimiz kimi, əgər Allah Taala bizdən ədalət istəyirsə, həmin ədaləti qoruyub saxlamaq üçün müəyyən maddi vasitələr də lazımdır. Həmin maddi vasitələrdən biri istər şəhərləri qorumaq üçün, istər insanın yaşadığı məntəqədə müxtəlif özünü qorumaq üçün vasitələrdən istifadə etdiyi şeylərdən biri və əsaslısı məhz elə dəmirdir. Və dəmirdən məxsusən də döyüş zamanı, cihad zamanı həm silah üçün, həm bədənlərini qorumaq üçün geyim vasitəsi olaraq istifadə edirdilər və yaxud sərhədləri qorumaq üçün dəmirdən istifadə olunurdu deyə burada Allah Taala məhz dəmirə işarə edir ki, yəni ədaləti bərqərar etmək üçün sizin üçün hətta maddi vasitələr də göndərdim. Buna işarə olunur. Bəs deməli Allah Taala bu ayədə bizdən istəyir ki, cəmiyyətdə ədaləti bərqərar etmək üçün və bunu özümüzün və bütün insanların vəzifəsi bilmək üçün çalışaq. Yəni biz ümumilikdə həm ailə daxilində, kiçik cəmiyyətimizdə, həm bizim böyük cəmiyyətdə çalışaq ki, özümüzü elə tərbiyə edək ki, ədaləti bərqərar eləyək, ədalətli və insaflı rəftarlar edək. Və bunu nəinki bir tək özümüzün, bütün müsəlmanların, bütün insanların ümumiyyətlə vəzifəsi budur ki, digər insanlara nisbətdə cəmiyyətdə ədalətli şəkildə və insaflı şəkildə davransın. Yaxşı, bəs buna əməl etmək üçün nə etmək lazımdır? Baxın, 1 yox, 2 yox, 3 yox, 5 yox, minlərlə peyğəmbər, yəni 124 min peyğəmbər göndərmişdi Allah Taala ki, öz risalətini çatdırsın. Yəni risalət deyəndə öz mesajlarını, ismarcılarını bizə çatdırsın onun vasitəsilə. Və elə bir şəxslər idi ki, bu şəxslər məhz onların vücudu da canlı bu mesajları bizə çatdıran şəxslər. Yəni rəftarda da əməl edirdilər, düzgün örnəklər idi, kamil şəxslər idi. Və bununla bərabər biz onlardan öyrənməliyik, onların bizə çatdırdığı ismarcılara əməl etməliyik. Həmin ismarcılar nədən ibarətdir? Məhz elə bugün əlimizdə tutduğumuz bu ayələrindən istifadə etdiyimiz, artıq 27 gündür ki, hər gün bəhs etdiyimiz bu ayələrdir ki, biz bunları oxuyub diqqətlə əməl etməyə çalışmalıyıq. Və eləcə də peyğəmbərlərin buyurduqları hədisi qüdsülər var və 14 məsumun ümumiyyətlə bizə çatdırdığı mesajlar var ki, bunları biz tətbiq etməliyik həyatımızda. Yaxşı, bəs əməl etmək üçün nə etməliyik? Hansı işləri görməliyik ki, biz vücudumuzda bu ədaləti formalaşdıraq və insafla davranaq insanlarla? Birinci nöqtə budur ki, ədalətə ilk növbədə özümüzdən başlayaq. Yəni, bəzən biz insanları görürük ki, cəmiyyətdə ədalətsizlikdən gileylənirlər, amma heç vaxt özlərinin etdiyi ədalətsizliyə diqqət yetirmirlər. Ancaq başqalarının ədalətsizliklərindən, ancaq cəmiyyətdə baş verən hansısa fəsadlardan, hansısa düzgün getməyən işlərdən danışırlar, amma özləri heç də özlərindən xəbərdar deyirlər və əməl etməyə çalışmırlar. Bəzən ilk ədalətsizlikləri, başda olan ədalətsizlikləri biz özümüz edirik insanlara. Və ədalətə özümüzdən başlayaq, ədalətli danışmağa və insaflı rəftar etməyə, insaflı qəzavət etməyə çalışaq. Bir ilk növbədə istəyirsə cəmiyyət formalaşsın, düzgün formalaşsın, mən başqalarının düzəlməsində rolum nə zaman ola bilər? Birinci özüm düzgün riayət etsəm. Deməli, ən başlıca iş budur ki,
Mən özümü ədalətli danışığa, rəftara adət etdirirəm və insaflı şəkildə qəzavət etməyə çalışıram. Bu zaman nə baş verir? Bu zaman övladlarım da ədalətli tərbiyə alırlar və yaxud da ətrafımda olan dostum, tanışım da məndən ədalətli olmağı, insaflı olmağı öyrənir. Bəs deməli, mən kiçik bir iş görmürəm. Ən birinci özümdən başlayıram və özümdən başlamaqla cəmiyyətdə də təsir edici bir qüvvəyə malik oluram. İkinci növbədə ədalətsizliklərlə qarşılaşdığımız zaman susmayaq. Bu ədalətsizliklər lazım deyil ki, bəzən bir də görürsən ki, hətta bugünlə əlaqədar məsələn deyə bilərik ki, Fələstində hansı soyqırımı baş verir, insanlar ac, susuz və bombalar altında, yəni dünyadan köçür, körpə günahsızlar və qadınlar, qocalar, hətta artıq yaşamaq üçün lazım olan mühit də yoxdur bu ölkədə. Amma insanlar kənardan sadəcə baxırlar, deyirlər ki, biz nə edə bilərik ki? Elə bilirlər ki, dünyada ədalətsizlik sadəcə bundan ibarətdir. Yox, ədalətsizlik bu ola bilər ki, mən evimdə tox yatım, qonşumda hansısa bir şəxs ac şəkildə yatsın. Mən evimdə oturum, hansısa düzgün olmayan qəzavətləri ancaq qəzavət edirəm, ancaq insanları qınayıram, ancaq insanların həyatına dəxalət edirəm, amma öz həyatımdan heç bir xəbərim yoxdur. Adicə bir növbədə durmaq, həkim növbəsində ola bilər, hansısa bir marketdə növbədə durmaq ola bilər, növbədən kənar hansısa bir iş görürəmsə, bunun özü də ədalətsizlikdir. Bəs deməli, biz ədalətsizliyi gördüyümüz zaman xırda ədalətsizliklərdən başlamalıyıq ki, susmamalıyıq. Hardasa rüşvət alındığını görürüksə, hardasa hətta özümə yox, kiməsə zülm olunduğunu görürəmsə, mən buna susmamalıyam, deməməliyəm ki, mənə nə, mənim başıma gəlmir ki, onun başına gəlir. Bugün onun qapısını döyan həmin o ədalətsizlik və zülmlər sabahları mənim də qapımı mütləq döyəcək. Və üçüncü nöqtə budur ki, səhv etdiyimiz zaman digər şəxslər əgər sakit formada, ədalətli şəkildə, insaflı şəkildə mənə irad deyirlərsə ki, mən o səhvimi düzəldim, buna pis reaksiya vermək əvəzinə gülər üzlülüklə, xoş əxlaqla, xoş rəftarla bunu qəbullanım ki, ta ki özümü düzəldə bilim. Bizim ən böyük iradlarımızdan biri məhz irad qəbul etməməkdir və ən böyük iradlardan biri də insanlara qərəzli şəkildə irad deməyimizdir. Yəni, bir var insanları sevərək onlara irad deyirsən ki, qarşı tərəfin düzəlməsini istəyirsən, məhəbbət bəsləyirsən, ürək yanğısı ilə ona irad deyirsən, bu sözsüz ki, qəlbdən qəlbə hopur. Bir də var ki, mən qərəzli surətdə kimisə sındırmaq üçün, kimisə aşağılamaq üçün və yaxud əlimə fürsət keçib, bunu vurum, bu fürsətdən istifadə edim, özümü bir şey zənn edim, bu şəkildə mən ona irad deyim. Bu sözsüz ki, Allahın da dərgahında sevilən və xoşa gələn deyil, qəbul deyil. Bizim insanlara irad deməyimizdə də məqsədimiz və niyyətimiz ali olmalıdır, hədəfimiz ali olmalıdır. Bəs gəlin, cəmiyyətimizdə ədalətə ilk növbədə öz evimizin içindən başlayaq. Hətta bəzən olur ki, ər-arvad münasibətlərində, övlad tərbiyəsində, övlad ana, valideyn münasibətlərində böyük ədalətsizliklər olur ki, buna kənardan sadə yanaşırıq və yaxud ailə içində buna sadə yanaşırıq. Bəs ilk növbədə gəlin öz ailəmizdən, evimizin içindən başlayaq ki, cəmiyyətə ədalətli insanlar yetişdirək və bu mən elə bilirəm ki, bizim üçün ən böyük sərmayə olar, həm dünyamız üçün, həm də axirətimiz üçün. Ramazan ayının 27-ci günündə bugünkü mövzumuz da sona yetir, tamamlanır. İnşallah ki, sabahki gündə görüşmək ümidi ilə sağ olun, Allaha əmanət olun.